Bismillahirrahmanirrahim. İnsan doğmalarından, əzizlərindən bəzən şəfqət görmür, mehribançılıq görmür. Belə deyək də, elədiklərinin də qədri bilinmir. Bu hallarla bəlkə də bir çoxlarımız rastlaşmışıq, kimlərsə müəyyən bir əziyyət görüb. Elə bu mövzu ətrafında əslində müəyyən zaman danışmışıq, söhbət eləmişik. Elə bu gün də bir dənə hədis çıxdı qarşımıza, istədik o hədisi sizlərdən bölüşək. İmam Cəfər Sadiq əleyhissalam buyurur, mən 3 nəfərə daha çox rəhm edirəm və onlar rəhm olunmağa layiqdirlər. Birincisi budur ki, qüdrətli olduqdan sonra zillətə məruz qalan. İkincisi, zənginlikdən sonra ehtiyac içində olan zəngin. Və nəhayət, üçüncüsü, ailəsinin və cahillərin ələ saldığı alim.